Dəyərli izləyicilər, hər vaxtınız bir daha xeyirli olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayırıq. Xeyirli olsun qardaş. Çox sağ ol. 07 maşını satırsınız. Bəli, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? 2009-un maşınıdır. Motor yığılı usulünü Nivea 5 karovkadır, 19 dişlə. 03 Difer, Çuluq 03-dür. Təmiz maşındır. Nə vaxtdan sizinkidir maşın? 1 ildir məndə. Aformut etibarnamə. Özümdə general. Vaxtına varmı? Var. Sənədlər necə? Sənəd hamısı qaydasındadır. Sənəd hamısı öz adındadır. Lap yaxşı. Alandan sonra xərcləriniz oldu? Xərclərim bir dənə için salonunu da belə bir yığdırmışam. Motor deyirsiniz yığılıbdı yoxsa necə? Motor Nivea yığılıbdı. Sizdən əvvəl olubdu. Bəli. İndi necədir motorun vəziyyəti? Hər şey qaydasındadır. Yağ azaltması çoxdurmu? Yox, qaydasındadır. Səsi yaxşı. Səsi yaxşıdır. Karobkada vəziyyət necə? Karovka 5 karovkadır, hər şey qaydasındadır. Atma səsi yoxdur. Atma səsi, Diferdə heç bir səsi. Difer deyirsiniz 03-dür. Dəyişildimi yoxsa nə oldu Difer? Bax, motor Nivea'dır. Difer dəyişib Çuluq qarşı 03-ə yığılıbdır. Karovkada sport karovkadır, 19 dişli. Maşınınız qəşəng gedir, hə yoxsa? Yaxşıdır. Benzin necə işlədir? Benzin sərfiyyatı 7.2. Yəni normal 07-lər qədər. Normal 07. Altı necədir? Polu. Hər şey qaydasındadır. Çürüyü, 5 kolunun çürüyü, pası, heç bir şey yoxdur. olmayıbdı yoxsa? Yox, heç bir şey yoxdur. Danqrat yerləri salamat. 2009-un eksport versiyasıdır. Olsa da 2012-nin 07-sini görmüşük ki, çürüyüb gedibdi. Yox, Qəbələ maşınıdır, yəni problemsizdir. Maşınımızın altı yaxşı deyirsiniz. Peredoktal vəziyyət necə? Hər şey gözlə göründüyü kimi yoxdur hər şey ki. qaydasındadır. İstənilən şəxs, yəni alan şəxs ustasını da gətirib baxa bilər, sürüb də baxa bilər. Biz ilkin məlumatları veririk də. Bəli. Təkərlər necə? Yaxşıdır. Təkərlər qaydasındadır, 4 fəsildir. Dəyişiləni də deyin də bizə. Dəyişilən bir dənə sol krel. Sürücü tərəf ön Bəli. krel dəyişilibdir. Bəli. Kraskada yəqin tam kraskalanır. Kraskada üzdən üzə kraska görünür. Hədə yəni Bəli. optik kraskası var. Yəni içləri qalıb. Hə, maşınımızın kosmetik işi yoxdur hazırda. Hal-hazırda heç bir kosmetik, heç Şüşələr necədir? 1 manat belə ehtiyac yoxdur. Şüşələrdə qırıq-çat yoxdur ki. Heç bir şey. Şitin üstü də təmizdir. Hər şey qaydasındadır. Sadəcə olaraq nəsə yapışdırıblar, zədələr qalıb yəqin. Oturacaqlar necə? Oturacaqlar Cırıq, salonda sökük. təmiz, təzə yığdırmış. Lap yaxşı. Qiyməti neçə? 7700 deyiliş qiyməti. Nə qədər endirim eləmək olar ki, bunu izləyicilər bir maraqlansın? İzləyici maraqlansa münasib eləmək olar. 7200. Yox, maksimum 7400-7500 arası. Qəbələdədir maşınımız. Bəli, Qəbələdə. Əlaqə nömrəsini deyin. 051 305 36 83. Eyni nömrənin 055-i. Uğurlar arzu edirəm. Çox sağ ol, Allah razı olsun. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ ol. Maşınımız Opel. Opel Vectra furqon. Buyurun, məlumat verin. Bilək necə maşındır? Qəşəng maşındır. 2 motor, 2000-ci il, avtomat korobka. Motorda heç bir problem yox, korobkada heç bir problem yox, atma, gecikmə yox. Nə vaxtdan sizinkidir maşın? 2 ildir bizdədir. Akkumulyator təzə, təkərlər təzə, babin təzə, sveçalar təzə. Sonra datçiklərin çoxsu təzə. Demək olar ki, maşını sıfırdan yığmışıq da belə demək. Sənədi nədir? Aformut etibarnamə. Etibarnamə. Bəs necə? Biri qutarıb yenidən almışsınız yoxsa 2 ildir deyirsiniz bizdədir? 2 ildir bizdədir, bəli, etibarnamə vaxtı bitib, bir də almışıq. Yəni yenidən almaq olarmı o almaq istəyən insan? Almaq istəyən adam gərək aformut eləsin üstünə. Eləmi, hə. Hə. Vaxtına var hələ etibarnamə? Ayın 5-nə kimi vaxtı var. Bu ayın 5-i. Fevralın 5-i. Alandan sonra xərcləriniz nə oldu maşınıza? Dediklərim elə. Datçik, babin, təkərlər, akkumulyator. Onları siz eləmisiniz. Bəli. Motoruna baxdırmadınız? Motor arasında problem yoxdur. 2 motordur, benzindir. 2 motor Sadədirmi? Bəli, sadə. Necədir? Yağ azaltmadır, səsdir? Yağ azaltma yoxdur, motor arasında problem yoxdur, səs-küy yoxdur. İstəyirsiniz xod yağ baxın. Yəqin ki, yığılmış olar motor. Bəli, yox. Belə bizdə olan dövrdə olmuyor, mən də deyə bilmərəm, bəli. Avtomat korobka. Avtomat korobka, bəli. Gecikmə vurma. Korobkada gecikmə vurma, heç bir şey yoxdur, heç bir problem yoxdur. Ön çəkən maşındır. Bəli. Qranatların səs-küyü yoxdur. Xadavoy işləri var. Peredokta səs-küyü var. Peredokta səs-küyü var, bəli. Çox xərc apararmı yoxsa? Yox, təqribi 150, 100-150. O da ehtiyat hissələr tapılırmı yəni? Bəli, hər şey tapılır. Qiymətdə də endirim olunasıdır. Qiymət 6400 deyilir. Qiymətdə yəni real arzı ilə razılaşma olasıdır, bəli. Təkərləri yaxşıdır elə bilirəm. Təkərlər təzədir, bəli.
Altı necə? Zədə yoxdur. Çürüyü, Xeyr, pası. çürük, pas, heç bir şey yox. Dəyişən nəsə Vuruq, varmı? udar, heç bir şey yoxdur. Bir də arxasında çəkilişdə görsənəsdir. Cüzi kraska yeri var. O da bizdə şəkil ya özümüz şəkil yox. Şəkildə 70 manata, 80 manata ora kraskalayırlar. Yəni, Vuruğu var idi, yoxsa yox. çürümüşdü ora? Deyək ki, yüngül vuruq var idi. Arxa-arxaya verəndən vurulmuşdu. Dəyişən deyirsiz heç nə yoxdan, yoxsa? Xeyr, dəyişdən heç bir şey yox. Aynalarda vəziyyət necə? Qırıq çat yoxdur. Heç bir şey yox. Yan aynalar düymə ilə mi, əllə mi qalxır? Yan aynalar düymə ilə. Dördü də Bəli, önlər mi yoxsa? bəli, Dördü də dördü. düymədir. Deməli, şitin üstündə yoxdur zədəsi. Heç bir yerində zədəsi, problemi yoxdur. Bir də Cədən arxa oturacaqda, bunkerdə, sürücü tərəfdə biraz süzülməsi var. Cüzi, bəli, cüzi cızıqlar var. Luk işləmir yəqin ki. Luk da Luk var. işləyir əslində, prosto biz rezini salmamışıq, germetika vurmuşuq onun əvəzinə. Rezini salansa luk işləyir. Maşınımızı çəkdik, göstərdik. Siz şəkidəsiz, əlaqə nömrənizi deyin. 051 215 97 61. Qiyməti də 6400-ə deyirsiniz. Bəli, deyil. Nə qədər endirim eləyək? Xərcləri də var. Yoxsa çıxmısınız xərclərinizi? Xəstəni çıxmamışıq. İnşallah real alıcı ilə ya 5-5-ə istəyən olsa nə deyək? 5-5 istəyən olsa verərik. Belə Allah deyim, xeyir yəni ki, versin. endirimlər olasıdır. Hə, biz Endirim təklifimizi eləyirik. Bəli, bəli. Allah xeyir versin Çox qardaş. sağ olun, sağ olun. Siz də sağ olun. Sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, çox sağ ol. Mercedes, S-Class. buyurun məlumat verin. Bilək necə maşındır? Maşın 2002-nin maşınıdır. Demək olar ki, B-kraska maşınıdır. Zavod maşını. Gələndən bir nəfərdə olubdur. Tam ideal vəziyyətdədir. Motor karabkadır. Pnevmalarına qədər işlək vəziyyətdədir. Faraları yeni modellə qoyulubdur. Əlavə usilitr quraşdırılıbdır, bagajda var. Maşında modifikasiya işləri görülübdür. Siz nə vaxtdan işlədirsiniz? 9-cu aydır məndədir. 9 aydır məndədir. Məndən qabaqda öz yiyəsinin hansı ki Almaniyadan gətirəndən bir nəfərdə olub. 12 il bir nəfərdə olub. Nə gözəl. Alandan sonra xərciniz oldu mu? Xərc çıxırda param şaraboy belə şeylər, xadaboy işləri, aid olan işlər. Başqa hamısı salamat. Sənədi nədir? Sənədində 5 motor S5 gedir, 5 motordur. Yox, yəni aformut elətdirmisinizmi yoxsa? Yox, motor mən də generalını almışam öz yiyəsindən. Vaxtına var da yəqin ki. 3 ay var hələ ki vaxtına. Əlavədə ki motor nömrəsi özünküdür, Zavaskoydur. Yəni motor dəyişmir. 300 min orijinal probegi var, yəni gedişatı 300 mindir. Maşının hal-hazırda heç bir xərc tələb edilmir. Kondisionerə qədər işlək vəziyyətdir. Siderlə qızdırıcılardır, memri paketdir, hamısı işlək vəziyyətdədir. Əlavə ambiyans işıqlar da quraşdırılıbdır maşının. Aha, içərisində gözəlləşdirmək üçün. Bəli, bəli. Motoru deyirsiniz 5-dir. 5 motordur, bəli. Yanacaq sərfiyyatındakı trasda, yəni magistralda 7-8 işlədir. Şəhər içi də ki 14-17 arası. Maksimum belə dayanacaqlı olanda 18. Probkalarda 18. Başa düşdüm. Kondisioner yaxşı işləyirmi? Super. Yəni bunlarda kondisioner işləməkdən motora heç bir güc tələb olunmur. Motorda yağ azaltma səhəsi yox. Qətiyyən, qətiyyən. 300 min orijinal probegdir, öz motorudur, dəyişilməyib. 92 ilə işləyir yoxsa 95? 92 ilə, yox 92 ilə. Korobkası avtomat korobkadır. Avtomatdır, normal keçişləri normal keçir. Heç bir Gecikməsi, vurması gecikməsi, heç yoxdur. bir qətiyyən. Maşında nə xərci olsa bugünkü günə özümüz aradan qaldırırıq. Diferdə səs yoxdur. Qətiyyən. Altında zədə yoxdur, polunda. Xeyr, maşında heç bir xəsarət yoxdur. Gördüyünüz kimi. Çürüməsi yoxdur yəni deyirəm altında. Qətiyyən. Olmasın. Qətiyyən. Peredokda öndə, səsi, küyü. Heç bir səs-küy yoxdur. Maşın tam ideal vəziyyətdədir. Təkərlər zəifləməyib ki. Biraz qabaqlar zəifdir, arxalar normaldır. Disklər də Disklər də ki normal disklərdir. Aha. Dəyişən deyirsiz yoxdur. Qətiyyən. Kraska vurulmuş olar. Yox, bir dənə qapının burasında cızıq olubdur. Bu qapının özü bir dənə yüngül asfalt olunubdur. Hazırda kosmetik işi Yox, qətiyyən. Lükünə qədər işləkdir, güclü qatlanmalıdır, bütün silinə qızdırıcılar, hər bir şey işləkdir. Aynalarında heç bir qırıq çat görmürəm, şüşələri yaxşıdır, hə? Əla vəziyyətdir. Full salondur. Bəli. Hər iki oturacaq düymə ilə idarə olunur. Qızdırıcı da var da bunlar. Qızdırıcı da var, bəli. Aha. İşte təmizdir. Oturacaqlarda zədə yox idi. Xeyr, baxın. Dəri salonu. Dəri salonu hamısı özününkidir, heç də bir təmirə ehtiyac olmayıb. Öz Zavaskoy gələn dəridir. Nə varsa odur. Maşınımız yaxşıdır. Ha, ön alın şüşəsində bax aşağı hissəsində çatı var ha. Bir dənə burada çat vardı, burada o da ki nəzərə alınacaq, qiymətindən nəzərə alınacaq. Yəni o meşatçılığı yoxdur, qara olan hissəsində. Ya qabaqda yoxdur, aşağıdadır. Aşağı hissəsində. Bəli. Əlavə də ki, kim sual olsa yəqin sizi narahat eləyə bilər. Bəli, əlavə kimsə WhatsApp-da da yaza bilər, əlaqə nömrəsini də deyirəm.
Deyin siz. 055 549 99 91. Qiymətini də 11300-ə, yəni real alıcısı gələr yerində razılaşarıq. Endirmə eləyəsiniz. Bəli. Hansı rayona gəlsinlər? Bakıda olur. Maşın Bakıda. Bakıdan gəlmişik, qonaq gəlmişik. Elə dedim bazar xoş günü gəldiniz. sadaq. Baxaq görək. İnşallah elə bu gün satıb gedərsiniz. İnşallah, inşallah. Xeyirlisin. Allah halalında satanda xeyir versin. Siz də sağ olun. Sağ olun, təşəkkürlər. Qardaş, xoş gördük sizləri. Sağ ol qardaş. Nə yaxşı gəlmisiniz? Aslardan gəlmişik, Nollerdi üçün, yəni yaxşıdır bazar. Astaradan uzaq yol gəlmisiniz ha. Bəli, bəli. 07 maşını axtarırsınız. Bəli. Danışmışıq bir-iki dənə, indi birin qismət olardı inşallah. Hə. Qiymətlər necədir? Qiymətlər Yaxşıdır, münasibdir, yaxşıdır. normal deyirlər Bəli, qiymətlər. bəli, yaxşıdır. İşte alıcı zəifdir də, biraz alıcı zəif. Alıcılıq qabiliyyəti zəifdir Zəifdir. deyirsiniz. Belə yaxşı maşınlar var, yaxşı qiymət. Siz təxmin almaq istədiyiniz maşın neçəlik maşındır? Harsa 7000-ə yaxın. 2011 bir dənə danışmışıq inşallah. Yenə də hələ ki baxırsınız da. Bəli, bəli, biraz da Birdən gəzək. siz baxana qədər maşını satarlar. Yox, yəni elə danışmamışıq da, yaxşı danışmışıq. Hə, lap yaxşı, lap yaxşı. Allah özü xeyir versin Sağ ol, qardaş. Allah razı olsun. Sağ ol. Siz də sağ olun. Xeyir olsun qardaş. Sağ ol, sağ ol. Maşınımız Mercedes Y-Class. Y-Class. El arasında dörd göz deyirik. Mercedes 4 göz deyir, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınınız? Maşın 98-ci ilin maşındır, 2.4 Viabrazla. Sənədlər tam olaraq qaydasında öz adım olan maşındır. Təmiz zavod maşındır, yəni vuruqdur, udardı belə şey, çürüyüb pası qətiyyən yoxdur. Yəni yağ azaltması da yoxdur, mosunda səsi yoxdur, karobkasında geyişmə yoxdur. Çoxdan müştədirsiniz? Ha, çoxdandır, yəni ki, harca ilə yaxındır. Sənədi Sənədlər də tam qaydasında. alandan sonra xərciniz nə oldu? Nəsə düzəltdirdinizmi? Yox, xərc qoyulmur heç. Elə necə almışsa vəziyyətdədir. Bəli, bəli, belə də. Maşınımız da yarım milyonu keçib, eləmi? 500 Yarım min. 500 min. Motorda vəziyyət necədir? Motor 20 gün olar yığılıbdır, 0. Yığılıbdır. Hə, yığılıb. Tam remont olunub. Problemləri aradan qalxdımı? Hə, problemlər Yağ götürür. azaldırdım, yoxsa səs eləyirdimi? Yox, biz yağ azaltmağı var idi. Motorun kubu dedik 2.4 yoxsa? 2.4 biraz. Benzindir. Sadə olur da bunlarda. Nə? Yoxsa turbo olur, nəsə? Yox, sadə, 2.4 Sadədir. sadə. Karobkası necə? Karobka da çox gözəldir, əladır, gecikməsi. Avtomat karobkadır. Avtomat karobka. Gecikmə vurma yoxdur. Xeyr, yox. Diferin səsi necədir? Difer də gözəldir, yəni səsi heç nə yoxdur. Yaxşı. Altına baxmamısınız, zədə yoxdur Altında nə zədəsi var, nə çürüyü, nə pası, heç nə. Altı yaxşı. Öndə vəziyyət necədir? Bəli. Peredokda öndə. Peredok da çox gözəldir, hamısı salamat. Səsi küyü yoxdur Heç ki. nə yoxdur. Təkərlərə baxaq görək. Təkərlər normal. Təkərlər ortadır. Nə təzə deyil, nə köhnə deyil, Hələ orta. işlətmək olar. Dəyişilən varmı nəsə? Xeyr, Qapı, xeyr, kril, xeyr, kapot. xeyr, heç nə. Radnoy maşındır. Yəni, 98-dən maşınlarda necə belə gəlir? çatımı bilinir, onu da- Rənglərim amma dəyişən vurğu yox. Ha, tam kraskalanıbdır. Bəli, bəli. Kosmetik şey elə bilirəm yoxdur. Maşınınız Yoxdur, yox, tozludur yox. amma Tozludur, hə, tozlu, kosmetikası yox. aynalar necə? Qırıq çat yoxdur Yox, şüşələrdə. xeyr, yoxdur, heç nə. Düymə iləndir, dördü də yan aynalar. Bəli, bəli, bəli. Şitdə qırıq çat yoxdur şitdə. Xeyr, Şitdə yoxdur. Yüngülvari zədəsi var. İki yerində bu hissələrdə yüngülvaridir. Yox, şitində o hamısında elə olur o. Ona qırıq söz. Oturacaqlar parça. Parçadır da salon. Bəli, Çikollanıbdır. Bəli. Zədə yoxdur ki, orijinallarında. Bax, oturacaqların kənarlarında hər ikisində də görürəm. Onlar nədir? Nədir? Orada nəsə idarə olunanlar var, bax, kənarlarda. Onlar o güzgüləri qatlanır da içərdən, o qıraqda. Hə, onlar Bir də idarə bagaj olunur. açır. Ha, bunlar deyirsən, bunlar Bəli, şeydir, bəli. sideniya masajıdır onlar. Hə, masaj edən də var. Masaj. Əlavədəki kimin nə sualı olsa sizinlə əlaqə saxlaya Bəli, bilərik yəqin bəli. ki. Maşınımızın qiymətini də deyin. Maşın qiyməti 11 mindir. Real alıcı olsa, yəni danışmaq olar. 500-600 endirmə eləyəkmi? Yəqin ki, artsı olar, hə. Hara gəlsinlər? Hara gəlsin Mingəçevir şəhərinə. Əlaqə nömrəsini də deyin. 050 683 69 68. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş, çox sağ ol. Xoş gəlmisiniz. Təşəkkürlər. 07 maşın. Buyurun məlumat verin. Bəli. Necə maşındır? İli 2005 enjektor. Qiyməti də 5500. Nə vaxtdan sizinkidir bu maşın? Maşın məndə 8 aydır məndədir. Sənədi etibarnamə də formutdur. Etibarnamə. Vaxtına varmı? Bəli, bəli, 8 ay var vaxtına. Sənədlər necə? Hamısı qaydasındadır. Yəni Ha. maşının təkərində, korobka, difer hamısı sağlamdır. Yəni heç bir problem yoxdur.
Maşını alandan sonra xərciniz oldu? Xeyr, xeyr. Elə necə almısınız vəziyyət? Bəli, bəli. Motorda vəziyyət necədir? Saat kimi. 06 olarda motor. Yox, 03-dür. 13. 500 korusda. Enjektor. İl 2005 deyildi. İl 2005 bəli. Nə yaxşı o vaxt qoyublar. Səndə qeyd olmuş motor? Hamısı səntə yazılıb. Yerin bəlkə dəyişilibdi. Yox, hamısı səntə yazılıb. Yağ azaltması, Heç bir şey qardaş. Korobkası necə? Korobka saat kimi. Yəni maşın superdir. Motor sistemi superdir. Altının üstündə sürücü zadı yox. Diferdə səs yoxdur. Yoxdur, o da yoxdur. Altında deyil, çürük yox. O da yox. Heç olmayıbdım, yoxsa? Olmuyor. Danqrat yerlər. Ben özüm yenə ustaya aparmışdım. Özüm üçün yəni belə hər şey piano, qəşəng manitaban, kolonka hamısını yığdırmışam. Çikollar zadı hamısını. Qəşəng. Peridokun səsi küyü yoxdur. Yoxdur, o da yoxdur. Təkərlər normaldır. Normal təşər bəli. Dəyişən deyirsiniz hansılardır? Bir dənə bakavenli dəyişən. İçərdən. Bəli, sən göstərə bilərəm oradan. Motorxananın içərisindən bakavin. Bakavin niyə dəyişilsin? Krellər özüdür amma, yoxsa? Bura ilə bu bir dənə dəyişir. Krel də dəyişilir. Bəli. Hə, sərnişin tərəf. Bəli. Sərnişin tərəf krellə bakavin ikisi də dəyişilibdir. Vuruq olub yəqin. Sizdən əvvəlmi? Məndən əvvəl olub. Aha. Kraskadakı yəqin ki bir neçə dəfə vurulmuş olar. Bir dəfə. Bir dəfə. Kosmetik işi varmı yoxsa yoxdur? Yoxdur. Bəzi yerdən cüzi oradan burada. Maşınımız normaldır. Aynaları necədir? Qırıq çat yoxdur? Yoxdur. Əllə qalxırlar elə, yoxsa düymədir? Əllə. qalxırlar. Şiti təmizdir. Təmiz. Çat yoxdur elə. Bəli. Oturacaqlarda vəziyyət. Yığdırmışam hamısı oturacaqlar. Hə, oturacaqlarda yaxşı. Əlavə də kim nəsə maraqlandırsa sizi narahat eləyə bilər. Bəli. Əlaqə nömrəsində. 051 932 1372. Maşınımızın qiymətində deyin. 5500-də deyirəm. Töv 5000-ə vermək olar. Gələn olsa razılaşma olar. Hansı rayondasınız? Tərtər rayonu. Uğurlar arzu edirəm. Çox sağ ol, Allah köməyiniz olsun. Siz də sağ olun. Allah sizə də uğurlar arzu edir. Sağ olun. Qardaş, xeyirli olsun. Allah razı olsun. 08 elə Bəli. maşınımız. Bəli. Bu təsadüfən olan maşınlardan da artıq bunlar qızıl kitaba yazılıbdılar. Elədir. Buyurun, məlumat verin. Bilək necə maşınımız? Maşınımızın hər hansı bir xərci ehtiyacı yoxdur. 89-cu ildir. Kuza, korobka, motor əla vəziyyətdədir. Ən önəmli olan şeylər. Nə vaxtdan sizinkidir maşın? Maşın olmağına 3-4 ay bundan qabaq mən almışam. Etibarnamə ilə mi, yoxsa aform şəxsi öz adımadır, bəli. Birbaşa aform olundu öz adınıza? Bəli. Alandan sonra xərcləriniz olubdumu? Bəli, korobkasını noldan yığdırmışam, motoruna əl gəzdirmişəm. Olubdur. Hazırda motorda vəziyyət necədir? Əla, super, otur, sür. Yağ azaltma, səs. Qətiyyən. Özününküdürmü, yəni sənətdə qeyd Bəli. olunur? Mühərriki deyirəm, yəni özünün mühərrikidir. Bəli. Aha. Korobka hazırda yaxşıdır. Əla vəziyyətdədir. Bir ay yarım olar, noldan yığılıb. Peridokda vəziyyət necə? Qranatların səsi, küyü, Sol peridokda. təmiz sola döngü olanda sol qranatda yüngül səs var. Dəyişmək lazımdır, yoxsa hələ ki sürmək olar? Yox, hal-hazırda yəni heç bir problem yaratmır. Tamamilə şəkildə rolu döndərdiyim vaxtda yüngül səs edə bilər. O da ki, yəni alan adam bir 50-60 manat patolog buna pul xərcləyə bilər. Vəssalam. Ekranda vəziyyət necədir? Super, çiçək kimi. Dəyişilmiş olur da ekran. Ekranda yüngül yaraq işlər gedibdi, amma Salamat. gül kimidir, yəni razval heç bir problem yaratmır. Maşında çəkmək, nə bilim, belə şeylər qətiyyən ola bilməz. Bu maşını sürənlər bilir, görənlər bilir, tanıyan tanıyır bu. Necə və nə cür qulluq olunan maşın. Təkərlər yaxşıdır. Əla vəziyyətdədir. Altında vəziyyət necədir? Zədə yoxdur ki. Qətiyyən çürükdən, pasdan söhbət gedə bilməz, zərrəcə. Dəyişilən nəsə varmı? Nəsə varmı deyəndə yəqin ki dəyişilmiş olur da ilinə görə. Dəyişilmiş, bəli, o ola bilər. Kurloda məsələn dəyişilmə var. O da yəni səliqəli işlənilibdir. Yəni maşın kuzasına da özünü də bilənlər bilir. Elə biləm kosmetik işi yoxdur. Xeyr, qətiyyən. Kraskası yaxşıdır. Kraskası əla. Aynalar necə? Təmizdirmi? Qırıq çat yoxdur ki aynalarında? Xeyr, qətiyyən. Əllə qalxır yəqin ki, 2 dənədir bunlardan onsuz da. Bəli. Şitdə dəyişilibdir. Oturacaqlar dəyişilib. Sport yığılıbdır. Arxada, qabaqda. Maşınımız yaxşı maşındır, maraqlı maşındır. Maraqlıdır, bəli. Qiyməti neçədir? Qiyməti 4-7-yə deyirik.
4700. Bəli, getdiyimiz üçün, yəni başqa ölkəyə getdiyimiz üçün satıram. Yəni belə dosta qardaşa qismət olmaz maşın. Endirim Qiymətdə necə? razılaşmaq olar. 4-ə verməyəsiniz? Xeyr, qətiyyən. Bazarda 10 nəfər verir onu mümkün deyil. Vermirsiniz o qiymətə. Xeyr. Amma endirim eləyəsiniz. Endirim olar, razılaşma olar. Hardadır maşınım? Sans rayonunda. Maşın Mingəçevir şəhərində. Əlaqə nömrəsini deyə bilərsinizmi? Bəli, 055 678 65 68. Uğurlar arzu edirəm. Təşəkkürlər. Siz də Minnətdaram. sağ olun. Qardaş, xeyirli olsun. Sağ ol qardaşım, sağ ol. 010 maşını satırsınız. Buyurun məlumat verin. Bilək necə maşındır? İl 2003-dür. Yəni belə çıxmasın, ilin deyim də 2003-ə 6000-ə deyirik, problem yoxdur. Motor təzə yığılıb, karobka, nəmi, daha nakladkalarına qədər hər şeyin təzələmişik. Yəni maşın problem yoxdur. Nə vaxtdan Yəni- sizinkidir maşın? 1 ildir bizdədir. Elə Sənədi bərdən nədir? almışdıq, elə bazara getdik satmağa. Aformutda etibarnamədir sənədi. Yox, general davayını salmışıq. Vaxtına varmı? Hələ iyun ayına qədər var. Aha. Yəni yiyəsi də münasib adamdır. Tapılab 1 il də vermək olar, problem yox. Hə, nə gözəl. Tex Motor sığortasında da hələ var, sentyabr ayına qədər. Xərcləriniz oldu mu alandan sonra? Ha, belə deyim də, motorda biraz yağ yemazad oldu sözün açığı. O da belə çıxmasın 1000 manat motora pul qoymuş. Yığıldı mühərrik. Ha, təzə yığılıb. İş belə çıxmasın, hələ klapanın irqlovkasını eləməmiş. Ha, indi yoxdur ki, da problem. Yox, Mühərrikdə problem heç bir şey, yoxdur. heç bir şey. Bir dənə problem yoxdur. Karobkada vəziyyət necə? Karobkanı elə təzə yığdırmış. Karobkanı da yığdı. 300 manat elə karobkasına pul xərcləmiş. Aha. Deməli baş xərc çəkmisiniz. Ay, yox, maşına demirəm, nakladkalarına qədər hər şey. 2 qat oldu, dəyişir. eləmi maşın? Ha, maşın gəldi üstümüzə bağa baş oturdu. Prosta biraz pul lazım nəyə satırıq? Yəni yoxsa belə satmaq. Peredokda səs yoxdur. Yox, peredokda sıfırdan yığılıb təzədir. Qranatlarına qədər dəyişib. Nə gözəl. Bir iş çöl hamısı. Təkərlər zəiflənməyib təkərlər. Yox, təkəri indi 1 il yola vermək olar, yaya qədər. Nə belə təkərləri biraz zəif. Mən sənə deyim, yəni təptəzədi yox, düz gəlməz. Altı yaxşıdır. Baxmamısan, çürük pas. Altında ola bilməz, mümkün deyil. Maşında heç nə yox. Yəni maşın salamat maşın. Dəyişən bəs? Dəyişən bir dənə sağ tərəf arxa kreldir, başqa da heç. O da çürüklə yürür. Kosmetik şey yoxdur ki. Kosmetik şey yüngül belə çıxmasın. Orada məsələn Sovet maşınında çürük zad olur da. Məsəl üçün burada var biraz, görürsüz, köklü. Ön alın şüşəsində də çat var, sərnişin tərəfdən Aha. amma. Bir dənə odur, o çat. Yan Bir dənə aynalar- patpres dəyişməlidir. Patpres dəyişir. Hə. Yan aynalar yaxşıdır. Ha, hamısı. Düymə ilə mi, əllə mi qalxır? Nə? Yan aynalar. Hamısı pultdur, pult. Düymə ilə Knopka qalxırlar. ilə, ha. Yəni şitin də üstündə bir yerdə çatı var. Aha. Oturacaqlar necədir? Ondan görə o sinyalar zət hamısı çəkimli təzədir. Maşınımızın qiyməti 6-ya deyirik. 6-ya deyil. Alana olur da indi alanla satan arasında 5 aşağı 5 yuxarı. 5-5-ə necə? Təklif gəlsə. 5-6-ya da danışmaq olar. 5-5-ə yox. Aha, 100 manat arada qaldı elə. Ha, daha 6-dan da daha 5 düşmək düz gəlmir də. 5-6-ya razılaşmaq. Dost tanış olar birdən lap aşağı da hələ düşər. Elə dost tanış kimi gələcək 5-6-ya verəcəyik biz onu. Hansı rayondasınız? Biz Yevlaxdan gəlmişik. Xoş gəlmisiniz. Əlaqə nömrəsini deyin. 050 781 61 58. Allah xeyir versin. Sağ ol qardaşım, sağ ol. Siz də sağ olun. Xeyirli olsun qardaş. Sağ ol, çox sağ ol. 015 maşını. Bəli, 2010 kraskası olub, udar olmayıb, ekranı çiçək kimidir. 8500-ə deyirəm. Nə vaxtdan sizindir bu maşın? 1-3 ay olar. Etibarnamədirmi? Davenus'da. Vaxtına var. Vaxta var, martın ortalarına kimi var. Nə tez satası oldunuz? 3 ay tez deyilmi? Yox, 4 fara götürmək istəyirəm. Bakıya Allah işləməyə. Hə, xeyirli olsun. Ona görə satıram. Ancaq belə maşında problem yoxdur. Kraskası yaxşıdır, udar söhbəti yoxdur. Təkərləri hamısı yaxşı vəziyyətdədir. Xərc çəkdinizmi? Belə 300 manat, 250 manat belənçi pul qoymuşam. Bəzi yerlərində Motor deyirsiniz yaxşıdır. motor çiçək Yağ kimi yağ azaltması, yemək səsi. yoxdur, korobka qəşəngdir. Korobkada atma yoxdur ki. Xeyr, atmaqda söhbəti yoxdur. Peredokda vəziyyət necədir? Qranatlardır, çiçək kimidir, xadavoydur, gül kimi. Yəni problemsizdir. Gələn oturub sürüb ustasının yanına aparıb yoxlayacaq. Ekranda deyirsiniz yaxşı. Ekranda Əl dəyməyib, hə? ekrana da svarka düşmüyor. Hə, nə gözəl. Gələn aparıb ustasının yanında yoxlaya bilər. Təbii ki, gələn baxacaq. Təkərləri də çox gözəl, yəni Təkərlər də yaxşı. hə, yaxşıdır. Ən aşağısına Altına baxmadınız, zədə yoxdur altında, polunda. Xeyr, çürük söhbəti yoxdur heç. Olmasın. Yəni Dəyişilən? dəyişilən yoxdur, ancaq elə belə cızıq olub düzəlib, nə bilim, batıb düzəlib, belən şeylər. Sizdən əvvəlkilər Hə, deyilsiniz. yəni məndə olmuyor belə. Kraskada mən- tam kraskalandı. tam kraskalanıb.
Polnu kraskalar. Kosmetik işi yoxdur ki. Yox, xeyr. Anca elə min, yağın, suyun tök, benzin tök, sür getsin. Şüşələri təmizdirmi? Yox. Şüşələr hamısı təmiz. Yox, çartı yoxdur, xeyr. Çart yoxdur. Gül kimidir. Yan aynaları önlər düymə ilə gördüm. İşləyirlərmi? Bəli, bəli, hamısı işləyir. Yəni bunları düymə ilə qaldırırsan. Onlar qabaqlar düymə iləndir, arxalarda rüsnoydur. Şitin üstündə zədə yoxdur ki. Xeyr, xeyr, elə ancaq çiçək kimidir. Oturacaqlar da yaxşıdır. Yox, yaxşıdır, yaxşıdır. Çiçək kimidir. Yəni gəlib aparan, alan Allah xeyir versin, aparıb ustasının yanında da yoxlaya bilər, sürə də bilər. Yəni bahalı aparatura yoxdur. Elə kolonkadır 4 dənə. 4 kolon. Maqnitofon da yaxşıdır. Qəşəng. Yaxşıdır. Maşınımız normal maşındır. Yaxşıdır maşın. Yəni qiymətini də 8000. 8500-də deyirəm. Yəni real Son fikir 8 yoxsa? Real alan olsa 8-2 nəzərdən beləsi razılaşar. Hətta 8-ə də vermək istəmirəm. 8-ə də belə olar. 8000-ə də verərəm. Vermək olar. Yəni real alan olsa. Biz təklif eləyirik ha. Hansı rayondasınız? İmişlidən. Əlaqə nömrənizi deyə bilərsiniz? 010 517 29 26. Allah xeyir versin. Çox sağ ol. Allah köməyin olsun. Siz də sağ olun. Təşəkkürlər. Allah köməyin olsun. Qardaş Allah xeyir versin. Mercedes 190. Bəli, Mercedes 190. Buyurun, məlumat verin bilək necə maşındır maşınımız? 91-ci ildir. 1.8 avtomat karovkadır. Nə vaxtdan sizinkidir bu maşın? Var, əməl başlıq var. Bir ildimi, bir aydımı? Yox, 3-4 ay var olmağına. Maşının heç nə problemi yoxdur, qlobal, üzdən kosmetika nəsə bir-iki yerdə var, qızığı, zadı bulardır, yəni səfələr. Sənət nədir? Aformut etibarnamə? Etibarnamədir. Vaxtına varmı? Var, hələ var. Vaxtında var. Sənədləri qaydasındadır? Qaydasında da mısın? Texsim otur sığorta? Hə, hamısı var. Lap yaxşı. 3 ay deyirsən xeyli vaxt, amma bizim üçün qısa bir müddətdir. Alıb satanlar o müddət alıb satır. Alıb satanlar bir həftə müddətinə satırlar. Hə, indi sata bilməyənlər apar. O bazar satırlar, bir aydan satırlar. Düzəltdirirlər də, elə olur ki, bir 3 aylıq verirlər, usta düzəldir onu. Deyirəm, problemləri çoxdurmu? Yox, ehtiyac var deyə satıram, yəni elə belə. Hə, sizə pula ehtiyac var. Yəni problemə görə satmıram, ehtiyac var deyə satıram. Hə, Allah özü kömək olsun. Sağ ol, varam. Xərc çəkdinizmi bu maşına? Çəkmişəm. Nə düzəltdirmisiniz? Akkumulyator qoymuşam, peşəni düzəltdirmişəm, nə bilim, ayaq altlar almışam, belə müəyyən işlər. Dal pelədoq yığdırmışam. Motor deyirsiniz 1.8-dir, benzindir. Benzin, 1.8 benzin. Necədir motorun vəziyyəti? Qəşəng, əla. Yağ azaltması nə qədərdir? Yağ azaltması yoxdur. Səsi də yaxşıdırmı? Yağını təzə dəyişdirmişəm. Motorun səsi yaxşı? Hələ 1000 km yaxşıdır, normaldır. Avtomat korobkadır. Hə, avtomat. Gecikmə, vurma, nəsə yoxdur? Yox, beş bir şey. Korobkası da yaxşı. Diferdə necədir vəziyyət? Diferdə yaxşıdır, yəni xadavoyunda problemi yoxdur xadavoyunda. Olmazsın. Altında zədə varmı? Polunda, çürük, pas? Yoxdur, yox, tərtəmizləmişsin. Peredoku dediniz, yığdırdınız yoxsa? Bir şey, arxanı yığdırmışıq da, arxada burada nəsə varsa, onlar yığdırmışsın. Hə. Peredokda səs-küy yoxdur ki? Yoxdur, yox, tərtəmizdir. Təkərlər necə? Normal təkərlər. Hələ ki işlətmək olar təkərləri. Maşınımızın dəyişiləni necə? Hansısa bir səs dəyişildi? Qapı, kril, yox, qapı? Yox, heç nə dəyişilməyibdir. Hamısı özünündür, nə varsa. Vuruğu, o qara heç nə yoxdur. Kosmetik işi yoxdur yəni? Kraskalıq? Kosmetik işi biraz var, biraz aşağılarında var. Cızıqlar belə yerlərində var. Bu filyanə deyək də, bu filyanə. O da gözəlləşdirmək istəyənə lazımdır. Hə, yəni belə də sürmə ayarı, yəni mən belə də Luk da var hətta. İşləyirmi luk yoxsa? Luk işləmir, yox, amma ağ şey deyil də. Ön alın şüşəsi bərbad vəziyyətdədir, hə? Dəyişsək daha yaxşı olar. Düzdür, sürücüyə meşatçılıq eləyən bir şey yoxdur, amma qırıqları, çatları var. Yan şüşələr təmizdir elə bilirəm. Əllə mi, düymə ilə mi qalxır? Düymə iləndir, hə? Düymə ilə, biri düymə ilə, bu biri düymə ilə də özə bu çıxır. İşte təmizdir. Oturacaqlar necə? Cırığı, söküyü, çöküntüsü yoxdur? Yoxdur, normaldır. Normal. Maşınımızın qiymətini deyək. Kondisioner yoxdur bunda? Yox, bunlarda kondisioner olmur. Qiymətini deyək. 4200-ə. 4000? 200-ə. 4200 deyilir. 4-dən aşağı düşmək olar? 4-dən aşağı yox. 3.8 təklifi gəlir, bax. İzləyicilər baxır, deyir 3.8-ə verir, gəlim. 3.8-ə yox. Vermək istəmirsiniz. Hansı rayondasınız? Şəki. Şəkidən də gəlib qardaşlarımız. Əlaqə nömrəsini deyin görək. Bəlkə zəng elədilər, yumuşaldınız. 050 648 9042. 9042. Uğurlar arzu edirəm qardaşım. Sağ olun. Siz də sağ olun.